Toplaşın qızlar, bugün bitənlər videosu çəkirik. Baxın, bir qab dolusu bitən məhsullarım var. Onu da qeyd edim ki, bu məhsulların hər biri Faberlik məhsullarıdır və alıb istifadə etdiyim, faydasını gördüyüm bütün məhsulları sizinlə bölüşmək istəyirəm. İlk olaraq qızlar, Faberlikin baxın bu şampunundan danışmaq istəyirəm. Bu şampunun chia toxumlu olanını çox tərif edirdilər. Açığı mən istifadə etdim, əksinə saçlarımı daha cod etdi. Faydasını görə bilmədim, amma bu aloe vera tərkibli olanı mən çox sevdim. Artıq baxın istifadə edib bitirmişəm, yenisini sifariş etmişəm. Baxımında istifadə etdiyim ekspertin baxın bu saç balzamıdır, amla yağı tərkibli olan. Bu balzamı da çox sevdim, istifadə etdim. Bununla bərabər serumlar da var idi. Üçlü serum, onu da istifadə etmişdim. Yəni faydasını gördüm. Daha sonra Okeanum seriyasından olan bu üz misti. Bildiyiniz üzü nəmləndirmək üçün çox mükəmməl bir məhsuldur. Mən bunu makyajdan əvvəl istifadə edirəm, üzlərimi nəmləndirirəm. Daha sonra makyaj üzvə tətbiq edirəm və nəticəsi çox əladır. Artıq bunu da bitirmişəm. Coco seriyasından olan bu mist, bu həm bədən, həm də saç üçündür. Artıq baxın bitirmişəm. Qoxusu o qədər belə, necə deyim, yumuşaq, təbii bir qoxudur və mən bunu demək olar ki, gün ərzində bədənimə, saçlarıma istifadə edirəm və qalıcılığı da mükəmməldir. Donna Felicia'dan olan belə bir dezodorantdır. Ölçüsü baxın belə minidir, sumkaya falan atmaq üçün mükəmməldir, qoxusu da gözəldir. Artıq bunu da bitirmişəm. Yəni almağa dəyər. Gəlirik diş pastalarda. Mən əslində bu seriyanın diş pastalarını çox sevirəm. Bunun fərqli növləri olanını istifadə etmişəm və bu məhsul da yenidir. Bunu aldım, istifadə etdim, amma tam olaraq yəni müsbət bir geri dönüş edə bilərəmmi? Yox. Yəni məni tam olaraq qane etmədi, bilmirəm. Yəni nə idisə də məni tam olaraq bu məhsul qane etmədi, amma qoxusu dadı çox qəşəngdir. Bildiyim ən çox istifadə etdiyim daimi məhsulum olan bu diş pastasıdır. Bunun fərqli növləri olanı var. Onlardan da istifadə etmişəm. Sonuncu olan budur. Bu mistdən danışmaq istəyirəm. Bu həm bədən, həm saç üçün olan bir mistdir. Qoxusu o qədər gözəldir, o qədər zərifdir. Bildiyiniz ətir. Yəni bədən misti demək olmaz buna. Baxın, tərkibində də belə kiçik zərdənəcikləri var və bu gözlə görüləcək qədər fərqinə varılır istifadə edildikdə. Samba Del Rio'nun bu bədən kremi, yəni ömrü həyatımda bəlkə də bu bədən kremi qədər gözəl qoxusu olan bir krem görməmişəm, artıq istifadə edib bitirmişəm. Bu kremi istifadə edəndən sonra dərdə ağırlıq hissi yaratmır, yağlılıq hissi yaratmır. Mən duşdan sonra istifadə edirəm və qoxusu növbəti duşa qədər qalır. Faberlikin bir Royal seriyasından olan bu kremə. Əslində bunu mən özüm üçün almışdım, sonra anama verdim. Daha sonra o da istifadə edə bilmədiyi üçün mənə geri qaytardı. Bu kremin tərkibində 24 karat qızıl var, amma mənim üzlərimə düşmədi. Yəni nə anama, nə də mənim üzlərimə düşmədi. Bu daha çox yüksək yaş həddi üçün nəzərdə tutulub. Amma yəni sınamaq istədiyim, qiymət də yetəri qədər yüksəkdir, amma mən heç bir nəticə almadığıma görə bu krem haqqında heç bir fikrimi deyə bilmərəm. Mənim ən sevimli, vazkeçilməz tonal kremim. Baxın, bu krem o qədər mükəmməldir. Yəni mənim üçün, yağlı dərilər üçün mükəmməl ötəsi bir tonal kremdir. Bu kremi mən artıq bilmirəm, yəni neçənci səfərdə sifariş edirəm, istifadə edirəm, bitirirəm. Yəni bunun pay bərabəri yoxdur mənə görə. Məncə alın, aldırın, mütləq sınayın bunu. Isuya seriyasından olan bu krem ənlik. Mən çox krem ənliklər istifadə etmişəm, amma bu ənlik qədər həm təbii görünümlü, həm teksturası qəşəng, həm də ki qoxusu qəşəng bir ənlik görməmişəm. Baxın, belə bir fırçası var. Bu da demək olar ki, bitmək üzrədir. Artıq istifadə edib bitirirəm. Yəni almağa dəyər bir ənlikdir. Çox qəşəngdir. Üzdə də oturuşu çox superdir. Faberlikin bu ekspert seriyasından olan qaş və kiprik serum haqqında danışmaq istəyirəm. Onu qeyd edim ki, mən ilk səfər bunu alanda, istifadə edəndə uzun bir müddət davamlı istifadə etdim. 2 həftəyə yaxın. İlk başlarda sanki nəticə almırmış kimə gəlirdi. Daha sonra kipriklərimi laminasiya etdikdən sonra və maskara istifadə etdikdə kipriklərimin normadan artıq uzun olduğunu fərqinə vardım və bunun da haqqında müsbət bir geri dönüşüm var ki, qaşıma düzdür istifadə etməmişəm. Bu həm qaş, həm kiprik üçün nəzərdə tutulub. Mən qaşıma istifadə etmədiyimə görə kipriklərimdə nəticəni almışam. Daha sonra ekspertin SPF-indən danışmaq istəyirəm. Bu SPF 50+-dur. Rəng tonu bərabərləşdirməsi yoxdur. Sadəcə olaraq SPF-dir. Üzdə ağırlıq yaradırmı? İlk başda üz dərisinə tətbiq edəndə okey, ağırlıq yaradır, amma daha sonra gün ərzində heç bir ağırlıq hissi vermir. Bu da sevərək istifadə etdiyim məhsullardan bir gelimiz var. Yəni ki, adından da bəllidir. Bunun fərqli formalarını, fərqli qoxuda olanlarını, fərqli teksturada olanlarını istifadə etmişəm. Amma mənim üçün indiyənə kimi ən okey olanı budur. Hyaluronikanın bu gecə kremidir. Gecə kremidir. Mən bunun gündüz kremini də istifadə etmişəm. Gecə kremini də, üz yuma gelini də. Hər biri mənim üçün okeydir, amma wow deyil. Normal üz dəriləri üçün istifadə edə bilərsiniz.
Yəni alaramı düşünmürəm. Faberlikin 3 maskarası var. İstifadə edib bitirdiyim və hal-hazırda istifadə etdiyim maskaralarım da var. Sadəcə olaraq hal-hazırda istifadə edib bitirdiyim maskaralardan danışmaq istəyirəm. Kixel maskarasından danışmaq istəyirəm. Bu maskara əslində okeydir. Kiprikləri uzadır, amma içi çox tez quruyur. Baxın, şotkası bu formadadır. Yəni şotkası falan kipriyi dən etməsi mənim üçün okeydir. Çox sevdim. Amma içi çox tez quruyur. Yəni bunu deyə bilərəm. Celebrity seriyasından olan bu maskaralardır. Bunlar məndə həm qara, həm qəhvəyi rənglər var. Fırçalarını belə göstərim. Bunlar da mənim üçün okeydir. Çox qəşəng kiprikləri dən edir. Və uzun müddətdə istifadə üçün yararlıdır. Bunlara demək olar ki, istifadə edib bitirmişəm. Yəni çox gözü qalıbdır. Balmından danışmaq istəyirəm. Bu balmı mən çox sevirəm. Artıq baxın bitirmək üzrəyəm. İstifadə etdiyim müddətcə dodağım o qədər belə rahat, canlı, qurumur, təbii formada qalır. Məncə də bu dodaq balmını sınamağa dəyər. Bu əl kremindən danışmaq istəyirəm. Baxın belə bunlarda aksesuarı var. Bu əl kreminin qoxusu bildiyiniz ətir qoxusudur. O qədər gözəldir və əli yumşaq edir. Qoxusu yenə deyirəm mükəmməldir və tam mini boydur, çantaya atılmalıq bir məhsuldur. Victoria Diamor seriyasından olan, baxın bu duş genini də göstərmək istəyirəm. Artıq bitirmişəm. Bu duş geninin də tərkibində baxın iki xırda zərlər var. Qoxusu çox qəşəngdir. Yəni alın, aldırın. Bu seriyanın ümumiyyətcə məhsulları çox qəşəngdir. Mən istifadə etdiyim Oxology seriyasından olan bu misillər sudur. Artıq birini bitirmişəm. İkincisində baxın yarısına gəlmişəm. Mənim üçün okeydir, makyajı təmizləyir, üzü qıcıqlandırmır. Heç bir əks təsirini görmürəm. Ten Skin seriyasından, baxın bu hidrofil yağı tərkibli üz yuma gelindən danışmaq istəyirəm. Bunu da artıq baxın bitirmişəm. Bu mənim 3-cü qabımdır. İstifadə etdiyim. Bunun mavi olanından da istifadə etmişəm. Mənim üçün amma ən okey olan budur. Mango qoxuludur, yəni mangoludur. Qoxusu da gəlir. Üzü makyajdan tam olaraq təmizləyir. Oxology seriyasından olan bu üz pilingini göstərmək istəyirəm. Bundan istifadə etmişəm. Bitmək üzrədir. Yaxşı məhsuldur. Üzlər tam olaraq təmizləyib. Bir mənfi cəhəti odur ki, içində olan dəyişiklik birazcık çox böyükdür. Amma digəri yəni heç bir mənfi cəhəti yoxdur. İstifadə üçün tam uyğun. Ten Skin seriyasından olan bu tonikdən danışmaq istəyirəm. Mən üz baxımım rutinimdə ən çox istifadə etdiyim tonikdir. Mənim üçün okey.